Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Deməli, bizim bugünkü mövzumuz informatika 2-ci sinifdən dərs 12 alqoritm olacaq. Hər hansı bir məqsədə çatmaq üçün hərəkətlər müəyyən ardıcıllıqla yerinə yetirilir ki, bu da plan və planın da davamlısı, yəni alqoritm adlanır. Alqoritmi tətbiq etmək üçün görüləcək iş ardıcıl şəkildə yerinə yetirilməlidir. Çünki davamlı şəkildə bu proses baş versə, bütün mərhələlər üzrə doğru nəticə alınsa, alqoritm də öz işini doğru şəkildə yerinə yetirmiş olacaq. Hər bir alqoritmə ad vermək olar. Məsələn, qayğanağın bişirilməsi və yaxud ayaqqabının təmizlənməsi alqoritmi bu iş üçün ardıcıl olaraq, məsələn, belə deyim ki, hərəkətlərin yerinə yetirilməsi nəzərdə tutulur. Necə? Məsələn, ayaqqabının təmizlənməsi alqoritmi. Ayaqqabı şotkasını götürün, ayaqqabını götürün, ayaqqabını şotkalayın, şotkanı yerinə qoyun, ayaqqabını yerinə qoyun. Bu, bəzi hallarda alqoritmin addımlarının yerinə yetirilməsi, yəni prosedurları dəyişdikdə nəticə də dəyişə bilir. Ona görə də diqqətli olmaq lazımdır. Məsələn, hər hansısa bir planla digər bir planı dəyişdikdə, məsələn, burada ayaqqabının şotkasını götüründən ayaqqabını yerinə qoyun, yerini dəyişsə, ayaqqabını yerinə qoyun, ayaqqabını götürün cümləsi ard-arda işlənmiş olacaq. Məsələn, bu hissədə. O da planın pozulmasına və tamamilə yanlış anlaşılmasına gətirib çıxaracaq. Ona görə də nə deyirik? Alqoritm ardıcıl planlar çoxluğundan təşkil olunur. Yəni, ardıcıl şəkildə həyata keçirilməlidir. Yəni, yerləri dəyişdikdə təbii ki, fərqli nəticələr əldə etmiş olacağıq. Əks halda biz qoyulmuş məqsədə çatmarıq. Bəli, çünki istədiyimiz məqsəd, bizim məqsədimiz ayaqqabını təmizləməkdirsə, biz ayaqqabını həm yerinə qoyuruq, yəni əlimizə alırıq, sonra yerinə qoyuruq, sonra necə şotkalaya bilərik? Məsələn, belə bir ardıcıllıq baş versə, belə bir ardıcıllıq pozulsa. Yəni ona görə də diqqətli olmaq lazımdır. Əsas öyrəndiklərimiz nədir? Hər hansı bir məqsədə çatmaq üçün plan qururuq. Bu alqoritm adlanır. Alqoritm hər zaman müəyyən addımlardan ibarət olmalıdır. Alqoritmin yerinə yetirilməsi müəyyən mərhələlərdən ibarət olur və orada davamlılıq mütləqdir. Və alqoritmin davamlılığı, yəni addımları bir-biri ilə ziddiyyət təşkil etməməlidir. Hamısı ardıcıl şəkildə nizamlı düzülməlidir. Gəlin indi tapşırıqların izahına keçid alaq. Sual 1-də deyir: qayğanaq bişirmək üçün hansı üçün hərəkətlər ardıcıllığını söyləyin. Gəlin baxaq onca. Birinci, sobanı yandırırıq. İkinci, tavanı isidirik. Üçüncü, yağı əridirik. Dördüncü, yumurtanı sındırırıq. Yəni çalxalaya da bilərik əslində. Beşinci, yumurtanı deməli tavanın içərisinə əlavə edirik, yəni sındırıb qoyuruq içərisini və nəticədə qayğanaq bişmiş olur belə. Ayna sözündəki hərfləri ardıcıl yazmaq alqoritmin addımlarını söyləyin. Birinci və ikinci addımların yerini dəyişsəniz hansı hadisə baş verər? Yəni, birinci və ikinci hərflərin yerini dəyişsək. Gəlin baxaq. Məsələn, aynadır, düzdür uşaqlar? Ayna. Birinci A hərfi, ikinci Y, üçüncü N, dördüncü təkrar A-dır. Bizdən deyir, birinci və ikinci hərflərin yerini dəyişsək addımları. Onda birinci gələr, ikinci gələr 1-ə, birinci gələr 2-yə. Onda olar yana sözü. Yana sözü. İkinci və üçüncü addımların yerini dəyişsək nə olar? Gəlin baxaq. Mən silməməliydim. İkinci və üçüncü hərfləri yerini dəyişsək A-nı, Y-a. Anya olar. Üçüncü və dördüncü hərflərin yerini dəyişsək. Üçüncü və dördüncü hərflər. Gəlin baxaq. A, Y, A-nı. Ayan adını almış olarıq. Belə. Deməli, birinci və ikinci hərflərin yerini dəyişsək yana olar. İkinci və üçüncü addımların yerini dəyişsək anya olar. Üçüncü və dördüncü hərflərin addımlarının yerini dəyişsək də ayan olar. Belə. Qapının qıfılının açılması alqoritmindəki yanlışlıqları düzəldin. Gəlin baxaq. Açarı cibimizdən çıxardırıq. Düzdürmü? Sonra açarı qıfıla saldırıq.
Düzdürmü? Sonra açarı saat əqrəbinin hərəkəti istiqamətində əks elətdiririk. 1, 2, 4. Sonra açarı qıfıldan çıxardırıq. Ən sonunda qapını açırıq. Yəni 1, 2, 4, 3, 5. Bu ardıcıllıq həyata keçirmiş olur. Yəni burada 1, 2, 4, 3, 5 ardıcıllığı yerinə yetirir. Sonuncu, F tapşırığının yerinə yetirilməsi algoritmində hərəkətlərin düzgün ardıcıllığını yerinə yetirək. Çantanı açırıq. Çantanı açdıq. Sonra ona görə nə edirik uşaqlar? Birinci çantanı açırıq. Deməli, çantanı açdıq. Sonra deməli, dərsi hazırladıqdan sonra dəftərlər və dərsliklər çanta yox. Tapşırığı gündəlikdən oxuyuruq. Tapşırığı yerinə yetiririk. Dərsləri dəftər gündəlikdən çıxardırıq. İkinci olacaq, dərslikləri, gündəlikləri çıxardırıq. Sonra tapşırığı gündəlikdən oxuyuruq. Sonra dərslik və dəftəri açırıq. Ay, biraz belə eləyim. Sonra tapşırığı yerinə yetiririk. Onda olacaq D. Ən sonunda dərsi hazırladıqdan sonra dəftərləri və dərslikləri çantaya qoyuruq B. Deməli A, Y, C, F, D, B. Bu ardıcıllıqla baş verir. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm dərs izahımı bəyənmiş olarsınız. Sonda kanalımıza abunə olmağı və dəstək olmağı unutmayın ki, videolardan xəbərdar olasınız. Hələlik.